Özümlə görüşürəm, edəndə yuxulayıram, fərqi yoxdur, yazaraq edirəm, uzanıram və s. beynim yatır yuxulayıram, bu nədəndir? Özünüzlə görüşəndə yuxulayırsınızsa, bu ona görə baş verir ki, görüşmək istəmirsiniz, buna hazır deyilsiniz və bədən yatır. Bu qaçışdır. Biz stresslə baş eləyəndə ya qaçırıq, ya savaşırıq, ya donuruq. Sizin dediyiniz şey qaçmaqdır. Bunun öhdəsindən necə gəlirsiniz? Özümlə görüşürəm eləyəndə yuxulayan, yatmaq istəyən bununla görüşün. Sadəcə bu yatmaq istəyir, özümlə görüşürəm də özə çıxmır, yox. Çox yəqin ki, fərqli vaxtlarda, fərqli məsələlərdə özə çıxır. Bəlkə nəyisə görməkdən çəkinirsiniz, bəlkə öz doğrularınızı görmək çətindir. Orada olub mən bu gün qaçan tərəfində, sadəcə özümlə görüşürəm eləyəndə qaçan yox, stressə düşəndə qaçan, ümumiyyətlə qaçmaq istəyən o tərəfindən görüşüm. Bonus olaraq isə bunu da deyim. Özümlə görüşürəm də, həm də özümlə görüşürəm alan yanınızla da görüşün. Bu nə deməkdir? Sizdə ikilənmə var sanki. Bir tərəfiniz fikir verin, özümlə görüşürəm də almısınız. Məsələn, irəliləyirsiniz, işləyirsiniz özünüz üzərində. Digər tərəfdən bunu elədiyiniz zaman yuxunuz gəlir. Deməli, daxili konflikt var daxilinizdə. Özümlə görüşürəm də fərqli vaxtlarda hər ikisi ilə görüşün.